Xoş gördük yenidən sizləri. Bu günlər dərsimizdə gündəlik həyatımızda tez-tez istifadə etdiyimiz cümlələr var ki, onların ingilis dilində tərcüməsini yazmışam. Və bu cümlələrin deyiliş və tərcüməsini öyrənmək üçün videoya baxaraq diqqətlə dinləsəniz, özünüz mənimsəyə bilərsiniz. Hər birinizə uğurlar arzulayıram. Hope for the best. Xeyirli olsun. Good luck with your work. İşin avand olsun. Yaxud da işin xeyirli olsun. Speak for yourself. Öz adından danış. I am easy. Mənə fərqi yoxdur. I am all set. Mən hazıram. Same to you. Səninlə bahəm. May God speed you. Yolun açıq olsun. Videoya baxdığınız üçün təşəkkürlər. Videonu bəyənib, paylaşmağı, abunə olmağı da unutmayasınız. Hər birinizə uğurlar arzulayıram.